ailə qurmuşdum. Ailə qurana qədər hər şey yaxşı idi. Ailə qurdum. Sonra elə bil çökdüm. Yəni bunu xanımlar da deyir. Yoldaşım mənim bütün enerjimi alır. Niyə sənin enerjin alır? Çünki onda var idi. Siz ailə qurdunuz və müəyyən bir münasibətlərdə bu artıq aktivləşir. Yəni bu sənə keçir. Bir cinsi yolla keçir, bir də nəsildən gəlir. Bəs yaxşı neynəsinlər bunlar? Dayanmasın. Öz üzərində çalışsın. Qalxsın və yoldaşını da şəfalandırsın. Necə şəfalandırsın? Özü insan qalxdıqca başlayır ətrafa işıq yaymağa. Yəni kainat sistemində bu belədir. Başlayırsan işıq yaymağa. Birinci o işıq, səndən gələn o işıq sənin ailəvin içində, qaynanavın, yoldaşının içində varsa bir varlıqlar, onları başlayacaq qıcıqlandırmağa. Onlar səndən başlayacaqlar dalaşmağa. Deyəcəksən ki, mən dəyişirəm. Mən yaxşıya gedirəm. Bunlar məndən qonşu davasına çıxıblar.